Yallı. Birinci hərəkət. Bu hərəkət 8 numarada ifa olur. Başlayışımız sağ ayaqdan olur və 4 addım bir girdə xəttin üstündə saatın millərinin tərs hərəkətində atırıq. 1, 2, 3, 4 və 5-ci addımda cüt ayaqlı düşüb, sonra sol ayağı qabağa doğru atıb, ha belə bir addımla 45 dərəcə sola doğru dönüb, cüt ayaqlı düşürük. İndi sağ ayağı qabağa doğru atırıq və beləcə bu hərəkət başdan təkrar olur. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Ərfi qorubu rəqsidə bir qandal kimi rəqs edənləri bir-birinə bağlayır və bir gözəl qardaşlıq və ittihad şəklini rəsm edir. Yəni qabaqdakı rəqs edən sağ əli və axırdakı rəqs edənin sol əli sərbəst göydə durur və qalan əllər cürü barmaqlardan bir-birinə gördüyünüz kimi qullab olur. Yallı ikinci hərəkət. Yallının birinci hərəkətində 8 addım atdıqdan sonra 9-cu hərəkətdə sağ ayaq sağ tərəfə gəlib və yerə oturur. Və sol ayaq tir çəkilmiş barmağının ucunda durur və rəqs edənlər əl-ələ sağa doğru baxırlar. Və ha belə bu hərəkət 4 yol sağa və sola təkrar olur. Bu biri 2, 3, 4. Burada yetişirik yallılığın 3-cü hərəkətinə. Yəni 2-ci hərəkət təkrar olandan sonra 4 dəfə sağ ayaq qabağa doğru gəlib, bir atılmaqla qayıdıb dala yerində oturur və sol ayaq dalı çəkilib və qabağa doğru atılır. Beləcə bu hərəkət də 8 dəfə təkrar olur. Bu təkrardan sonra 9-cu dəfə əllər göyə qalxır və haman hərəkət yenə də 8 dəfə təkrar olur. Burada yetişirik yallı rəqsinin 4-cü hərəkətinə. 4-cü hərəkətdə də bu rəqsə çaqqılı və bir tərəfli bakı qatılır. Və beləcə bu gözəl tərkibdən maraqlı bir rəqs törənir. Və bu rəqsin başqa tərkibə və qatılmalara yenə də yeri var. Əl-ələ oynayaq xalq mahnılarımızı və qoruyaq bu kültürümüzü.